Kinonu sevirdim. Niyə görə instituta girəndə kino şurlanslığa girmədin, inci sənətə girmədin? Yaxşı ki də girmədim. Niyə? Vallahi. Çünki inci sənətə bax görəndə mən heç kim xətrinə dəymək istəmirəm, amma başa düşürəm ki, çərçivə var. Yox, çərçivə də o heç, o başqa bir tərəfidir. Yoxsa reklam başladı. O başqa bir tərəfidir. Çərçivə. O da var. Çəkən mən deyiləm də. Nəyi? Elə bir fəlakəti sən çəkməmisən. Yox, mən çəkmişəm. Yaxşı ki də çəkmişəm. İndi onu danışacağam. Hər şeyi danışıram. Narahat olma. Yox, bax, deyirsiniz ki, incəsənət niyə? Yaxşı ki də incəsənəti bitirməmişəm. Heç kimin də xətrinə dəyməsin. Demirəm hamısı belədir. No, əksəriyyəti belədir. Yəni incəsənəti bitirən adam biraz təfəkkürü başqa olur. Elə bir əskəriyə getməmiş kimi adamdır da, başa düşdünüz? Yəni əskəriyə gedib gələn adam, yəni buna mən əminəm ki, ya öz, yəni praktikamdan çıxış edib deyirəm, elə belə demirəm. O bir başqa insandır artıq. O bilir, məsələn, bu ən vacib şeydə bizim işdə ən vacib şey məsuliyyətdir. Bizim sahədə olan insanların əksəriyyəti, yenə də demirəm hamısı, amma əksəriyyəti o məsuliyyəti dərk eləmir. Və o biz yaradıcı insanıq, bir saat, nə bilim, mən yatıram, mən günü saat 1-də duracağam, nə bilim, belə. Ay qardaş, yəni mən gedəm özümü damdan atmağa, nə bilim, mənə qız atıb, mənim, nəsə də, görürsən ki, bunlar hamısı elə bir infantildir, hamısı yox, yenə də, bax, sonra deyir, hamısı yox. Əksəriyyəti infantildir, əksəriyyəti məsuliyyəti hiss eləmir, işi başlayıb son yarıda da ata bilərlər, səni yarıda qoyub gedə bilərlər, onlar götürdüyü bu məsuliyyəti dərk eləmirlər, əksəriyyəti belədir. Yəni mən bunu yemirəm, mən orada oturmuram, bura çirkdir, belə. Amma mənim təhsil aldığım ocaq, demirəm, amma mən orada əlaçıydım və yaxud da hamıdan yaxşıydım. Yox, amma bizi o qədər ki orada, yəni bu elə-belə universitet deyildi. Bu universitet deyildi, adı universitet idi. Əslində bir akademiyadır. Akademiya kimi bir şeydir. Bəli, orada kazarması da var idi, nə bilim, platsı var idi. Biz səhər-səhər dururduq, nə bilim, marşravat edirdik. Bizim müəllimlər bizə keçmirdilər, demirdilər ki, sən əşi, yaxşı olanda buna bir 3 yazım yox. İstedadım var. Mənim o qədər mən şey idim ki, mən ora gələndə öyrəşmişdim də, indi bizdə hər şey başqa cür idi də biz balaca olanda. Mən bir şey deyim ki, təsəvvür edin ki, mən məktəbdə oxuyanda bəzi gəlib direktorla danışırdıq. Direktor indi hansısa xətir hörmətə görə deyirdi, yaxşı buna 3 dənə zaddan yaz, heç olmasa növbəti ilə keçsin. Mən ora gələndə yeni o təfəkkürlə gəlmişdim ki, nə var burada? Mən atama deyəcəm, atam uzağa zəng gelib müəllimə deyəcək, müəllim mənə bir qiymət yazacaq. Və mən bir şey oldu ki, mən gəldim, universitetin ilk 6 ayı semestr vaxtı idi. Fənlər elə bir ki, keçdi, hamısından imtahan verdim, keçdi. Amma idmandan çox, yəni vəziyyət elə idi ki, mən ümumiyyətlə heç nə bilmirdim. Yəni çəkinmək sıfır. Bax belə bu canla nə çəkinmək olar, heç nə bilmirəm. Gəldim, dedi qalx çəkinməyə, dedim qalxmıram. Qalxmırsan, lap yaxşı. 2. Gəldim evə, ata yığ müəllimədlə, atam yığdı müəllimdən, bizim kurs rəisi vardı, ondan xahiş elədi, o da xahiş elədi şeydən, müəllimdən ki, bu Quliyevə heç olmasa bir 3 yaz. Müəllim də dəhşət bir qadın idi. 2-ci dəfə gəldik, Perizdakatda təzdən yenidən imtihana gəldim. Şey elədik. Deyir, davay turnika. Deyirəm, sizə deməyiblər. Deyiblər, nə olsun? Davay turnika. Deyirəm, mən çəkinə bilməm, nə turnik? 2. Başa düşdüm ki, heç nə keçmir də, burada variant yoxdur. O gəldi, mən arvad tutdu belə boğazından ki, deyir, Quliyev, deyir, səndən görə bir nəfər xahiş eləsə, mən sən 2 də yazmayacağam. İnan Allaha ki, bax, bu qorxu, buradan məni bura göndəriblər təhsil almağa, o boyda xərc borc, nə bilim, yoldur, burada qalıram, oxuyuram. Yəni, ən azından başa düşürəm ki, məni bura göndərən adam atamdır və atam məni öldürəcək ən azından ki, sən getdin, yarıtmadın. Bir ikincisi, özüm də bir eqom var ki, mən necə, yəni, mən gəlmişəm bura, mən buradan bu biabırçılıqdan gedə bilmərəm. Bax, inan Allaha ki, o qorxu, insan özü mənim üçün belə bir qəribə bir varlıqdır da, yəni insan hər şeyə qadirdir mənim üçün, insan beyni, insan psixologiyası. Mən başa düşdüm ki, mənə heç kim kömək edəməyəcək. Qayıtdım, gəldim. Şimdi indi bilirəm ki, bir həftəm var. İnan Allah ki, mən bir dəfə də çəkinəm. Nə qədər turinki saldım, xeyir olmadı. Çəkinə bilmirdim. İndi şükür Allah yaxşıdır. Amma gəldim ki, indi səhəri gün imtahandır. Mən bilirəm ki, sabah mən əgər çəkinə bilməsəm, məni 100% universitetdən qovacaqlar özə belə bir abırçılıqla. Yatıram, yuxuda görürəm ki, mən çəkinirəm. Yuxuda. Qorxuya bax, ha. Yuxuda görürəm, çəkinirəm. Bax, inan Allah ki, həqiqətən də düzün deyirəm. Səhər gəldim, dava deyir turnika. Qalxdım turnika, sallandım. Necəsə güclə bəğləylə 4 dəfə çəkindim.
Düşdüm, arvad mənim sənə yazdı. 2+. Aman ver bir də. Aman vermə, get. Ondan sonra növbəti semestrdə artıq 6-8 də çəkinə bilirdim. Çünki o qorxu, içimdəki o qorxu, o məsuliyyət ki, mən gəlmişəm, mən yaratmayıb gedəcəm. Yəni kül mənim başıma ki, mən belə bir oğul böyüdüm. Kül mənim başıma ki, mən bu cür dartınmaya görə niyə qovuldum da? dartınmadır. Öl də. Yəni bu balaca bir düzdür, bir